Bismillahirrahmanirrahim. İmam Mehdi sahib zaman möminlərə ümid verən hədislərin birində belə buyurur. İnnə qayri muhmilinə limraatikum. Biz sizi nəzarətsiz buraxmarıq. Möminlərə xitabən buyurur ki, biz sizi heç vaxt nəzarətsiz buraxmarıq. Və la nasiinə li zikrikum. Və sizi xatırlamağı heç vaxt tərk etməyik. Ardıca buyurur ki, vələvlə zəlik, əgər belə olmasaydı, yəni sizi düşünməsəydik, sizin haqqınızda fikirləşməsəydik, sizin problemləriniz haqqında fikirləşməsəydik, nəzələ bikumul əlləvau, sizə bəlalar nazil olardı. Əgər İmam Zaman ağanın duası olmasaydı, bizim başımızın üstündə bəlalar olardı. Vəstələməkumul əədau. Ardıca buyurur ki, və düşmənlər sizi kökündən məhv edərdi. Həqiqətən də belədir. İmam Məhdi sahibə zamanın nəzarəti bizim üstümüzdə olmasaydı, həqiqətən də biz məhv olub getmişdik. Allahın verəmizə səlana xatır ki, İmam Məhdi sahibə zamanın vücudun bir bəla eləsin və onun zuhurunu tezləşdirsin.